Salam, mən Arzu Yaşar qızı. Bugün sizinlə deməli Namazov 6-cı siniflər üçün Namazov riyaziyyatdan qiymətləndirmə tapşırıqları birinci hissə başlayırıq ilk bölmə ilə. Başlayaq. Nə soruşur bizdən? Deməli, birinci sual ifadənin qiymətini tapın. 1223 çıxılsın 3-ün kvadratı, daha sonrası bu ədədin kubu. Gəlin birinci qüvvəti hesablayaq. Biz bilirik ki, 3-ün kvadratı 3 vur 3 deməkdir. Bu olur 9. Daha sonra isə 9-un kubu. 9 vur 9 vur 9. Kub nə deməkdir? Ədədi 3 dəfə öz-özünə vurmaq. Bu da olacaq. 81 vur 9, 729. Daha sonra isə 1223-dən çıxırıq 729-u. 13 çıx 9, 4. 11 çıx 2, 9. Daha sonra isə 11 çıx 7, 4. Düzgün cavabımız olacaq. Birinci sualda D variantı. A kvadratı bərabərdir 11 çıx 3. Yəni 11 çıx 3 bizə verir 8. 8-in kvadratı isə bizə verir 64. Yəni A kvadratının 64 olmağı A-nın 8 olmağı demək. Hansı dedi? Özünə vurduqda 64 olur. 8. A 8. İndi A üstü 4 deməkdir ki, yəni 8 üstü 4. Yəni 8 vur, 8 vur, 8 vur, 8. Biz nə edirik? 8 vur 8, 64. 8 vur 8, 64. 64 vur 4'ü hesaplayaq. 4 vur 4, 16. Bir yadda. 6 vur 4, 24. Bir yadda. 25. Daha sonra 6 vur 4, 24. 2 yadda 36, 38. Toplayaq. 6, 9, 10. Bu da bize verir 4. Yani düzgün cevap olacak. 4096. İlk üçüncü suala baxırıq. X çıx 6'nın kubu bərabərdir 2 üstü 5. Biz bilirik ki 6'nın kubu 6 vur 6 vur 6, yəni 216 deməkdir. 2 üstü 5 ise 2 vur 2 vur 2 vur 2 vur 2 deməkdir. Bu ise olur 32. Yəni x çıx 216 bərabərdir 32. Buradan x'i tapmaq üçün 32 və 216'nı toplamaq lazımdır. Düzgün cevabımız olacak 8, 4, 2. 248 C variantı. Daha sonra düzbucaqlı formasında olan bağın uzunluğu 3'tü. Düzbucaqlı formasında olan bağın uzunluğu 3 üstü 5. Yəni 3 vur 3 vur 3 vur 3 vur 3. Düzdür? 3 vur 3. 9, 9 vur 3. 27, 27 vur 3. 81, 81 vur 3. 243. Yəni bura oldu 243 metr. Eni ise 5'in kubu. Yani 5 vur 5 vur 5. Bu da bize verecek 125 metre. Perimetre sorusur. Biz bilirik ki düzbucaqlının perimetri eni ve uzunu toplayıb 2'ye vurmaqla hesaplanır. Yani 243 üstə gəl 125. 8, 6, 3. 368'i de vururuq 2'ye. 16 bir yadda. 12, 13 bir yadda. Bu da düzgün cevabımız olacak. 736. Daha sonra en beraberdir 3 olduqda 5 vurulsun 3 üstü. En üçtüsə 3 de gəl 1. Bura olur 4. Çıxılsın 2 vurulsun 5. 3 çıx 1. Yani 2. Biz de bilirik ki 3 üstü 4. 3 vur 3 vur 3 vur 3. 3 vur 3 9 vur 3 27 vur 3 81'dir.
5 üstü 2 5'in kvadratı deməkdir 25. Yəni 5 vurulsun 81 çıxılsın 2 vur 25. 5'i 81'e vursak 405, 2 vur 25 50, 405'ten de 50 çıxsaq düzgün cevabımız olacaq 355. Üçbucaq 6-cı test. 6'nın kubu deməkdir, yəni 6 vur 6 vur 6. Bu da bizə verir 216. Kvadrat 7'nin kvadratı, yəni 7 vur 7 49. Dairə isə 2'nin kubunun kvadratı. 2'nin kubu 2 vur 2 vur 2, yəni 8. 8'in kvadratı bizə verir 64. Bizdən doğru olanı soruşur. Deməli 216 49 üstəgəl 64. Biz bilirik ki 49 və 64'ü toplasaq 113, 113 216'dan kiçik deyil. Daha sonra burada 216 çıx 49. 216'dan 49 çıxsaq 167. Bu isə 64'e bərabər deyil. Daha sonra 64 49 210 dəqiqə dairə. Dairə hardadır? Hə. 64 daha sonra 49 216. Hansı doğrudur? C variantı. Bu uyğun gəlir. 49 vurulsun 64. Bu da 216'dan böyük olur. Burada iki variant uyğun gəlir. C və D. Düzdür. Baxaq, dairə 2'nin kubu 8, 8'in kvadratı 64. Axı burada C variantı uyğun deyil. 49 64'ten böyük deyil. Ona görə düzgün cevabımız olur D variantı. Daha sonra 7-ci testə baxırıq. Uşaqlar 3 üstü 5 3 vur 3 vur 3 vur 3 vur 3 deməkdir. Düzdür. Bu da bizə verir 243. Amma 5 üstü 5. Bu artıq 5 vur 5 vur 5 vur 5 vur 5. Yəni bunlar eyni ədədlər deyil. Ona görə bərabər deyil. 2'nin kubu 2 vur 2 vur 2 8. Bu 8'in kubudur. Düzdür. 1, 2, 3, 4, 5. Bu 5 üstü 5 deməkdir. Düzdür. 4'ün kvadratı, yəni 4 vur 4, 16. 16 vur 16, 216. Bu da doğrudur. 8'in kvadratı bizə verir 64. 2 üstü 8 isə bizə verir 64. Sonra 128, 256. Yəni bunların da cevabı bərabər deyil. Neçəsi doğru olur? 3'ü. A 4'tü, B 3. O zaman belə olur. 3 üstü 4, çıx 4 üstü 3. 3 üstü 4, 3 vur, 3 vur, 3 vur, 3. Bu bize verir 81. 4 üstü 3, 4 vur, 4 vur, 4, 64. 81 çıx 64. Bu da düzgün cevabımız olacaq. A variantı 17. 64 uşaqlar 2 üstü 6 deməkdir. Yəni 2 vur, 2 vur, 2 vur, 2 vur, 2 vur, 2, 1, 2, 3, 4, 5, 6. Bu 64 edir. 81 ise 3 üstü 4. Yəni 3 vur, 3 vur, 3 vur, 3. Bu bizə verir 81. Deyir ki, boşxanaya yazılacaq ədədlərin hasili. Yəni 6 vur 4, 24. Ən böyük rəqəmli ədəddən 99'dan neçə vahid kiçikdir? 99'dan 24 çıxarıq. Düzgün cevabımızı alacaq. 9-cu testdə 75. Baxırıq 10-cu testdə 2 üstü 4 uşaqlar, yəni 2 vur, 2 vur, 2 vur, 2, 5 üstü 4'də 5 vur, 5 vur, 5 vur, 5. Düzdür. Onun kvadratı biz bilirik ki, onun sayda vuruqları nədir? 2 vur 5. Yəni 2 vur 5, bir də 2 vur 5. İndi hesablamaya ehtiyac yoxdur. İxtisar aparaq. 2 və 2, 2 və 2, 5 və 5, 5 və 5. Yəni bunlar hamısı ixtisar getdi. Yuxarıda nə qaldı? 2 vur, 2 vur, 5 vur, 5. Aşağıda da qaldı 1. Bu da bizə verir 2 vur 2, 4, 4 vur 5, 20, 20 vur 5, 100. Birinci ifadənin qiyməti alındı. C variantı. Bir də C. Sonra keçək ikinciyə. 9 vurulsun 5'in kvadratı 5 vur 5. Düzdürmü? 9'u da sadə vuruqlara ayırsaq, yəni 3 vur 3 deməkdir.
3'ün kubu da 3 vur 3 vur 3'tür. 75'i sadə vuruqlara ayırsaq, 75 bölü 3, 25, 5, 5, 5, 1. Düzdür, bunu buraya yazıram. 3 vur, 5 vur, 5. Niye belə yazıram? Belə ixtisar aparmaq daha rahatdır. 3 və 3 gedir, 3 və 3 gedir, 5 və 5 gedir, 5 və 5 gedir. Aşağıda qalır 3 vur 3, yəni 9'da 1. Daha sonra isə 9'da 1'dən çıxmaq lazımdır. 3 vur 3 vur 3, yəni 27'də 1. İkisini ortak məxrəc 27 gedirmi? O zaman bunu vururuq 3'ə, bunu da vururuq 3'ə. 27'də 3'dən 27'də 1 çıxanda düzgün cavabımız olur 27'də 2. Yəni 1'ə C gedirdi, 2'yə isə D variantı. Daha sonra keçək üçüncüyə. 3'ün kubu, yani 3 vur 3 vur 3, 27. 27'den 2 çıxsaq 25. 5'in kubu 5 vur 5 vur 5, 125. 125'i de vursak 2'ye bu bize verir 250. Bu da 25'e ixtisar geçsə olur mu? Onda 1. Bura ise yani bu hissəni deyirəm 2, 2 vur 2 vur 2, 8. 8'de 2 de ixtisar gedir olur 4'te 1. Şimdi onda 1 ve 4'te 1'i toplayanda ikisini ortak məxrəc 20 gedir. 20 olmaq üçün buranı 2'ye vururam. Buranı isə 5'e. Bu da olur 20'də 7. Birinci testimiz C. İkinci testimiz D. Üçüncüdə isə düzgün cavab olur Y variantı. Daha sonra B variantına keçək. İfadənin qiymətini hesablayın. Deməli, uşaqlar, 2'nin kubu 2 vur 2 vur 2 bize verir 8. Daha sonra ise 8'in kubunu istəyir. Bu da bize verir 512. 512 ve 324'ü de toplayaq. 6, 3, 8. Düzgün cevap olur 836. İkincide 3 de gel 4, 7. Deməli, A kvadratı bərabərdir 7'nin kvadratı 49. Bu göstərir ki, A 7'dir. Bu bizdən A üstü 4 istəyir. Yəni 7 vur, 7 vur, 7 vur, 7. Bu da 49, bu da 49. Düzdürmü? 49 vur, 49. Yəni 49'un kvadratını tapırıq. 9 vur 9, 81. 4 yadda. Daha sonra 4 vur 9. Düzmü dedim, bir dəqiqə. Aha, 9 vur 9, 81. 8 yaddan. 4 vur 9, 36. 8 de yadda 44. Daha sonrası 9 vur 4, 36. 3 yadda 16, 19. Bunları da toplayaq. 1, 10, 1 yadda 13, 14. Düzgün cevabımız olacak 2401. İkinci testte. Keçək üçüncü testə. Deməli, x üstə gəl 4'ün kubu bərabərdir 3 üstü 5. Biz bilirik ki 4'ün kubu 4 vur 4 vur 4, 65 deməkdir. 3 üstü 5'te 3 vur 3 vur 3 vur 3 vur 3. Bu da bize verir 9, 27, 81, 243. Yani x üstə gəl 64 bərabərdir 243. X'i də tapmaq üçün 243'den çıxırıq 64'dür. Bu da bize verecek 179. Düzgün cevabımız 3. test olacak. D variantı. Daha sonra keçirik 4'e. 4. Düzbucaqlı formasında olan bağın uzunluğu 5 4 metrdir. 5 vur 5 vur 5 vur 5. 5 vur 5 25. 25 vur 5 125. 125 vur 5 625. Deməli bura oldu 625 metr. Eni ise 2 üstü 8'dir. Yani 2 vur 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 2 hesaplasaq 4 8 16 32 64 128. Bu da bize verecek 256 metr bizden sahəni soruşur uşaqlar. Sahəni də bilirik də tapmaq üçün eyni uzuna vurmaq lazımdır. Düzdürmü? 625'i vuraq 256'ya. 5 vur 6 33 yadda, 12 15 1 yadda, 36 1 yadda 37. Daha sonra vuraq 5'e 5 vur 5 25 2 30 31. Daha sonra ise vuraq 2'ye 0 4 5 12. Bunları toplasaq
Bu bize Bu bize verecek. Burada yerim kalmadı. Bu bize verecek 160 min kvadrat metre. Cevabı hektarla istəyir. Biz de bilirik ki 1 hektar 10 min kvadrat metre olduğuna göre 160 mini bölürük. 10 mini 1, 2, 3, 4. 1, 2, 3, 4. Cevap oldu 16 hektar. A variantı. Çevirme vaatlerini tekrar edelim. Gəldik 5-ci. Deməli 8 vurulsun 5 üstü n5-dir. 5-dən 2 çıxanda 3. 3 vurulsun üstə gəl 3 vurulsun 2 bura 5 yazsaq 5 çıxır 4. Deməli 5 üstü 3 125. 8 vur 125. 3 vur 2 üstü 4 də bizə verir 16. 8 vur 125 min. 2 3 vur 16 48 min və 48-i də toplasaq cavab olacaq 1048. 6. Deməli kvadrat 9-un kvadratı 81-dir. 3 bucaq 7-nin kubu 7 vur 7 vur 7 343-dür. Dairə 4 üstü 4-dür. Yəni 4 vur 4 vur 4 vur 4 64 vur 4. O da bizə verəcək 256. Şimdi bizdən nə istəyir? Doğru olanı deməli 343 256 81. 6-cı da elə düzgün cavab A variantıdır. 3 üstü 4 3 üstü 4 3 vur 3 vur 3 vur 3 81'dir. 4 üstü 3 4 vur 4 vur 4 64. Yani beraber değil. 3'ün kvadrat 9 9 üstü 5 düzdür. 2'nin kubu 8 8'in kubu 512 3 üstü 6 6 üstü 3 aynı şey değil. Burada da 7 üstü 6'dır. Neçəsi doğrudur? 3'ü. Burada ise ne istəyir bizden? Deyir M. 3'ün üstü 5'ten çıx 5'in üstü 3'ü. Düzdür mü? 3 üstü 5, 3 vur, 3 vur, 3 vur, 3 vur, 3 bu bize verir 243. 5 üstü 3, 5'in kubu bu da bize verir 125. Şimdi 243'ten de çıxırıq 125'i 8, 1, 1. Bu da olacaq 118. Yani C variantı. 9, 243 bayaq dedim uşaqlar 3 üstü 5 deməkdir. 125 də 5 üstü 3 deməkdir. Bu ədədlərin hasili 15. Ən kiçik 3 rəqəmli ədəd də 100-dür. 100-dən də çıxırıq 15'i. Bu da bizə verəcək 85. Burada onun birincisi 2 üstü 5 2 vur 2 vur 2 vur 2 vur 2. 5 üstü 3'te 5 vur 5 vur 5. Düzdür. 10 üstü 4 bayaq dedim. Onun sayda vuruqları nədir? 2 vur 5. Bunu 4 dəfə yazıram. Çünki 10 üstü 4 deyir. Başa düşdünüz? 10 vur 10 vur 10 vur 10. Belə yazanda yedirəm. Niyə belə yazıram? İxtisar aparmaq rahatdır. 2'lər gedir. 2 bu 2 də ixtisar getdi. Bu 2 də ixtisar getdi. Sonra 5. Sonra bu 5. Sonra bu 5 də gedir. Yuxarıda bir dənə 2 qaldı. Aşağıda da 5. Bu da olur. 0,4. 1'e gelir B variantı. Keçirik ikinciye. 8, 2 vur, 2 vur, 2 deməkdir. 3 üstü 4'te 3 vur, 3 vur, 3 vur, 3. 3 üstü 3, elə 3 vur, 3 vur, 3'dür. Onun altını da elə promoy saxlaya da bilərsiniz. Ya da 2 üstü 4 kimi də yaza bilərsiniz. Yine buradan ixtisarlara aparsaq 1, 2, 3. 1, 2, 3. 3 tane de 3 gedir. Yuxarıda qalır 3, aşağıda 2. 3 bölü 2. Bu da bize verir 1,5. Yani 2'de 3. Sonra bir de bu hisse var, düzdür. Yani 1,5 ne deməkdir? 2'de 3'ten çıxırıq 16'da 15'i. İkisinin ortak məxrəc 16 gedirmi? Bu 16 olmaq üçün 8'e vuraram. 3 vur 8, 24. 24'ten də çıxarıq 15'i 16'da 9 2'ye gelir A variantı. Üçüncüye bakalım. 2 üstü 5 32 32'den 2 çıksam 30. Aşağıda da olur 4 vurulsun 5 vur 5 25. Yani bu olur 30. Bu da olur 100. Ona ixtisar geçsək 10'da 3. Bu ise ise olur 8'de 5. İndi biz 10'da 3 ilə 8'de 5'i toplasaq ikisinin ortak məxrəc 40 olar. Deməli bunu vurmalıyıq. 4'ə 10'u
40 olmaq üçün 4-ə. Bunu isə vurmalıyıq 5-ə. 3 vur 4, 12. Üstə gəl 25. Bu da olur 40-da 37. Yəni 3-ə də gedir. D variantı. 1B, 2A, 3D. Bu şəkildə davam edir. Növbəti C və D variantının izahı isə növbəti videomuzda olacaq. Uğurlar.